Necə ki, Səməd bəy buyurdular, bugünkü aksiyanın əsas məqsədi bizim İranda zindanda olan, həbsdə olan mübarizlərimiz və siyasi məhbuslarımızı dəstəkləməkdir. Biz həm öz Azərbaycan siyasi məhbuslarımıza, həm İranda olan bütün siyasi məhbuslara azadlıq tələb edirik. İran hakimiyyətinin bu baskısı ancaq bu bizim siyasi faalların öz milli haqqını istəyib, sivil və dinç şəkildə öz milli haqların, fərhəngi haqların tələb etməyi üçün bunlara uzun həbslər verilir. Bu, bütün İranın özünün anayasasına, dünyada millətlərin haqqı, insan haqlarına uyğun olmayan və haykırı bir əməldir. Biz bütün insan hüquqlarının müdafiə təşkilatlarından istirik, tələb edirik ki, bizim bu həbsdə olan siyasi faallarımıza və onların azadlığına dəstək verilir. Ayda xanım, buyurunuz mikrofon sizə. Tack. Jag vill först bara kort säga på svenska att vi har samlats här idag för att säga ifrån mot förtryck, mot tystnad, mot Irans persiska rasismen. Vi står här på 80-årsdagen av den nationella regeringen i Sydazerbajdžan, en historisk symbol för frihet, värdighet och självbestämmande. Det är ett arv vi är stolta över och ett ansvar vi bär vidare. Regimen i Iran i decennier har förföljt vårt folk. Aktivisterna fängslas och torteras. Vårt språk är förbjudet i skolor. Urgation har tolkats ut och våra resurser beskärs, våra rättigheter förnekas. Vi säger nog är nog. Vi kräver frihet för alla politiska fångar och utbildning för modersmålet, ekonomisk och politisk självbestämmanderätt. Och vi uppmanar Sverige, EU, FN, se vad som sker och agera. Det här är vår röst och vi tänker inte tystna. Nu vill jag dela med dagens uttalande på azerbajdzjanska där även våra krav framgår ännu tydligare och omfattande. Güney Azerbaycan Teşkilatları Emektaşlık Şurası, YATEŞ, İran'ın İsveç'teki sefirliği karşısında protesto aksiyasının beyanatı. İran'ın İslam rejiminin irkçilik ve ayrı seçkiliğe dayanan siyasetleri, Güney Azerbaycan ve İran'ın farklı bölgelerinde Türk milletine karşı son yüzyılda görülmemiş baskılarla devam ediyor. Biz, Güney Azerbaycan Teşkilatları Emektaşlık Şurası, bugün Güney Azerbaycan Milli Hükümeti'nin kurulmasının 80. yıl dönümünde İsveç'teki İran Sefirliği karşısında toplaşarak siyasi mehbuslara desteğimizi rejimin insan hakları bozuntularına ve yaratmaz siyasi, iktisadi, medeni siyasetlerine karşı qəti itirazımızı beyan edirik. Bu eylem hem de Güney Azerbaycan Milli Hükümeti'nin kurulmasının 80 yılı münasebetiyle tarihimize ve milli irademize bağlılığımızın simbolik tezahürüdür. 1945. yılın 12 dekabrında kurulan milli hükümet, Güney Azerbaycan Türk milletinin öz diline, medeniyetine, iktisadi siyasi hukuklarına sahip çıkmak iradesinin en parlak tezahürlerinden biri olmuştur. O hükümetin kısa süren, lakin derin iz bırakan faaliyeti, ana dilinde tahsil, yerli özün idare, iktisadi beraberlik, medeni intibah programları bugün de bizim milli mübarizemizin ideolojik temel taşını teşkil edip 80 yıl sonra iyi haklar uğrunda mübarize devam edip rejimin bütün baskılarına rağmen Azerbaycan Türk milleti geçmişinden aldığı güçle hak ve adalet talebini devam ettirin. Bu eylem milli hükümetin mirasına sadıklık ve o ideal uğrunda direnişin müasir ifadesidir. 1. Siyasi mehbuslara azadlık. Qəhrəman fəalların yanındayım. Bugün
haklarını müdafiə edən çox sayılı Güney Azərbaycan fəalı ağır həbs və uzun müddətli cəzalarla, işgəncə və psixoloji təzyiqlə, bəzi hallarda fiziki işgəncələrlə, qondarma təhlükəsizlik iddiaları ilə susturulmağa çalışılır. Bu baskılara rağmen milli fəallarımız iradələrini sındırmayan bir direniş göstərir və bir sıralı o cümlədən Tahir bəy Nəqəvi, Vədud bəy Əsədi acılıq aksiyası başlatmaqla öz haklarını müdafiə edir. Tələb edirik. Bütün siyasi məhbuslar, o cümlədən bütün Güney Azərbaycan Türk aktivistləri dərhal və qeyd-şərtsiz azad edilsin. Həbsxanalarda işgəncə və qeyri-insani rəftara son verilsin. Acılıq aksiyası keçirən fəalların həyatı beynəlxalq təşkilatların nəzarəti altına alınsın. Atəş, beynəlxalq ictimaiyyəti İran rejiminə qarşı siyasi və iqtisadi təzyiqləri artırmağa çağırır. Çevre fəlakəti və ekosif, Urmu gölünə ədalət. İran rejiminin məqsədli və ayrı seçkilikçi bu siyasəti Güney Azərbaycanı ekoloji fəlakəti sürükləmişdir. Urmu gölü, dövlətin planlı şəkildə yönləndirdiyi su qəsbləri nəticəsində demək olar ki, məhv edilmişdir. Gölün 100% qurumuşdur. Minlərlə ailə öz torpağından bir ərgin düşmüşdür. Buz fırtınaları bölgenin sağlığı için ölümcül tehlikeye çevrilmiştir. Felaket rejimin uzun müddetli demografik ve iktisadi baskı siyasetinin bir parçasıdır. Talep edirik. Urmu Gölü'nün bərpası için beynəlxalq nəzarətli şəffaf program hazırlanması, su resurslarının ədalətli bölgüsü, ekoloji cinayətlere göre məsul olanların beynəlxalq kurumlar tərəfindən araşdırılması. Ekonomik ve siyasi ayrımcılığa son. Güney Azerbaycan en zengin ve strateji bölgelerinden biri olmasına bakmayarak məqsədli şekilde geri saklanılır. Bu açık şekilde ekonomik kolonizasyon siyasetidir. Sanayi yatırımları məhdudlaşdırılır, işsizlik sistematik şekilde artırılır, bölgenin geliri merkeze sorularak geri qaytarılır, kim təsərrüfatı məqsədli su siyasetleriyle çöktürülür, talep edilir. Güney Azerbaycan bölgesine adaletli iktisadi pay verilsin, öz resurslarını idare etmek hukuku temin edilsin, merkezci, Fars milletçi iktisadi siyaset dayandırılsın. 4. Ana diline azadlık ve medeni hukukların tanınması. Türkçe 100 yıldan çoktur ki İran devletinin sistematik qadağaları altındadır. Ana dilinde təhsil hakkının inkarı, BMT konvensiyalarının ciddi şekilde pozulmasıdır. Talep edilir. Türkçe ana dilinde təhsil derhal temin edilsin. Türkçe resmi status kazansın. Dil ve medeniyet fəallarına karşı represiyalar dayandırılsın. 5. İran'ın çok milletli gerçekliklerini tanıması, adaletli siyasi sisteme geçid. İran artık tek milletli, tek merkezli asimilasyon sistemi sürdüremez. Güney Azerbaycan Türkleri ve diğer milletler öz siyasi talihini müeyyen etme hakkını talep edir. Talep edirik. Güney Azerbaycan'ın milli siyasi statüsünün tanınması, merkezci hakimiyet modelinden imtina edilmesi, milletlerin özün idare hukukuna esaslanan demokratik sistem kurulması. Beynəlxalq ictimaiyyətə çağırır. Biz talep ederiz. İsveç hükümetine, Avrupa İttifakı'na, BMT İnsan Hakları Şurası'ndan, Amnesty International ve Human Rights Watch'tan İran'ın Güney Azerbaycan'daki insan hakları bozuntularına karşı təcili tədbirlər görməyi. Çağrımız, siyasi məhbuslara azadlıq, Urmiya gölüne ədalət, ana dilimizə azadlıq, Güney Azerbaycan'a adalet ve özgürlük, irkçiliğe ve kolonyalizme son. Güney Azerbaycan Teşkilatları Əməkdaşlıq Şurası Ateş 13 Dekabr 2025 yıl Stockholm. Dikkatinizi görün, teşekkür ederim. Teşekkürler.
Salam, hörmətli iştirakçılar, xanımlar və bəylər. Bugünün səbəbi hamıya aydındır ki, Güney Azərbaycanda və Fars millətlərin zindanların azadlığı üçün və onlardan himayət üçün biz burada toplaşmışıq. Çox sağ olun ki, gəlmişsiniz. Bu səhər tezdən bu pis havada. Umudvaram ki, bizim bu eylemimiz səbəb olar ki, bir təsir olar içərdə və millətimiz üçün bir oyanış kimi, bir dəstək kimi, bir himayət kimi olsun bizim bu hərəkətimiz. Bir daha hamımızdan təşəkkür edirəm. Burada demək olar bizdən başqa şəhərlərdən, başqa ölkələrdən də burada iştirak edirlər. Hamısına təşəkkür edirəm ki, burada gəlsiniz, iştirak edirsiniz. Çox sağ olun. İndi çıxışlarımız olacaqdır. Bu bəyanatımız olacaqdır bu aksiya ilə bağlı. Ayda xanım buyursun beyanatı okusun. وشركائنا بالنضال حاضرين مع اخوتنا اتراك اذربيجان. Bizim zamanımız az olduğu için olabilir ki bazı təşkilat mensupları burada çıxış eləsinlər. Onlar da bir imkan daxilində zamana baxıb ayarlayacaq. Ve bizim burada başka milletlerin temsilcileri de vardı, başka teşkilatlar. Onlara da imkan daxilində səs verəcəyik, ödülər sözlərini desinlər. Necə ki, Səməd bəy buyurdular, bugünkü aksiyanın əsas məqsədi bizim İranda zindanda olan, həbsdə olan mübarizlərimiz və siyasi məhbuslarımızı dəstəkləməkdir. Biz həm öz Azərbaycan siyasi məhbuslarımıza, həm İranda olan bütün siyasi məhbuslara azadlıq tələb edirik. İran hakimiyyətinin bu baskısını ancaq bu bizim siyasi faalların öz milli haqqını istəyib, sivil və dinc şəkildə öz milli haqların, fərhəngi haqların tələb etməyi üçün bunlara uzun həbslər verirlər. Bu, bütün İranın özünün anayasasına, dünyada millətlərin haqqı, insan haqlarına uyğun olmayan və haykırı bir əməldir. Biz bütün insan hüquqlarının müdafiə təşkilatlarından istəyirik, tələb edirik ki, bizim bu həbsdə olan siyasi faallarımıza və onların azadlığına dəstək verirlər. Ayda xanım, buyurunuz mikrofon sizdən.
Tack. Jag vill först bara kort säga på svenska att vi har samlats här idag för att säga ifrån mot förtryck, mot tystnad, mot Irans persiska rasismen. Vi står här på 80-årsdagen av den nationella regeringen i Sydazerbajdzjan, en historisk symbol för frihet, värdighet och självbestämmande. Det är ett arv vi är stolta över och ett ansvar vi bär vidare. Regimen i Iran i decennier har förföljt vårt folk. Aktivisterna fängslas och torteras. Vårt språk är förbjudet i skolor. Urgapån har torkats ut och våra resurser, de skärs, våra rättigheter förnekas. Vi säger nog är nog. Vi kräver frihet för alla politiska fångar och utbildning för modersmålet, ekonomisk och politisk självbestämmanderätt. Och vi uppmanar Sverige, EU, FN, se vad som sker och agera. Det här är vår röst och vi tänker inte tystna. Nu vill jag dela med dagens uttalande på azerbajdzjanska där även våra krav framgår ännu tydligare och pappande. Güney Azerbaycan Teşkilatları Emektaşlık Şurası GATEŞ İran'ın İsveç'teki seferi karşısında protesto aksiyasının beyanatı. İran'ın İslam rejiminin irkçilik ve ayrı seçkiliğe dayanan siyasetleri Güney Azerbaycan ve İran'ın farklı bölgelerinde Türk milletine karşı son yüzyılda görülmemiş baskılarla devam ediyor. Biz Güney Azerbaycan Teşkilatları Emektaşlık Şurası bugün Güney Azerbaycan Milli Hükümeti'nin kurulmasının 80. il dönümünde İsveç'teki İran sefirliği karşısında toplaşarak siyasi mahpuslara desteğimizi rejimin insan hakları bozuntularına ve yaratmaz siyasi, iktisadi, medeni siyasetlerine karşı qəti itirazımızı beyan edirik. Bu eylem hem de Güney Azerbaycan Milli Hükümeti'nin kurulmasının 80 illiği münasebetiyle tarihimize ve milli irademize bağlılığımızın simbolik tezahürüdür. 1945. ilin 12 dekabrında kurulan milli hükümet, Güney Azerbaycan Türk milletinin öz diline, medeniyetine, iktisadi siyasi hukuklarına sahip çıkmak iradesinin en parlak tezahürlerinden biri olmuştur. O hükümetin kısa süren, lakin derin iz bırakan faaliyeti, ana dilinde tahsil, yerli özün idare, iktisadi beraberlik, medeni intibah programları bugün de bizim milli mübarizemizin ideolojik temel taşını teşkil edir. 80 yıl sonra eyni haklar uğrunda mübarize devam edir. Rejimin bütün baskılarına rağmen Azerbaycan Türk milleti geçmişinden aldığı gücle hak ve adalet talebini devam ettirir. Bu eylem milli hükümetin mirasına sadıklık ve o ideal uğrunda direnişin muasir ifadesidir. 1. Siyasi mahpuslara azadlık. Qəhrəman fəalların yanındayıq. Bugün milli haklarını müdafiə edən çox sayılı Güney Azerbaycan fəalı ağır həbs və uzun müddətli cəzalarla, işgəncə və psixoloji təzyiqlə, bəzi hallarda fiziki işgəncələrlə, qondarma, təhlükəsizlik iddialarıyla susturulmağa çalışılır. Bu baskılara rağmen milli fəallarımız iradələrini sındırmayan bir direniş gösterir ve bir sıralı o cümleden Tahir Bey Nəqədi, Rədud Bey Əsədi acılıq aksiyası başlatmakla öz haklarını müdafiə edir. Tələb edirik. Bütün siyasi məhbuslar, o cümleden bütün Güney Azerbaycan Türk aktivistleri dərhal ve qeyd şərtsiz azad edilsin. Həbsxanalarda işgəncə ve qeyri-insani rəftara son verilsin. Acılıq aksiyası keçirən fəalların həyatı beynəlxalq təşkilatların nəzarəti altına alınsın. GATEŞ, beynəlxalq ictimaiyyəti İran rejiminə qarşı siyasi və iqtisadi təzyiqləri artırmağa çağırır. Çevre felaketi ve ekosid, Urmu Gölü'ne adalet. İran rejiminin məqsədli ve ayrı seçkilikçi bu siyaseti Güney Azerbaycan
Azərbaycanı ekoloji fəlakətə sürükləmişdir. Urma Gölü dövlətin planlı şəkildə yönləndirdiyi su qəsbləri nəticəsində demək olar ki, məhv edilmişdir. Gölün 100% qurumuşdur. Minlərlə ailə öz torpağından didərgin düşmüşdür. Duz fırtınaları bölgənin sağlığı üçün ölümcül təhlükəyə çevrilmişdir. Fəlakət rejimin uzun müddətli demoqrafik və iqtisadi baskı siyasətinin bir parçasıdır. Tələb edirik. Urma Gölünün bərpası üçün beynəlxalq nəzarətli şəffaf proqram hazırlanması, su resurslarının ədalətli bölgüsü, ekoloji cinayətlərə görə məsul olanların beynəlxalq qurumlar tərəfindən araşdırılması, ekonomik və siyasi ayrımcılığa son, Güney Azərbaycan ən zəngin və strateji bölgələrindən biri olmasına baxmayaraq, məqsədli şəkildə geri saxlanılır. Bu, açıq şəkildə ekonomik kolonizasiya siyasətidir. Sənaye yatırımları məhdudlaşdırılır, işsizlik sistematik şəkildə artırılır, bölgənin gəliri mərkəzə sorularaq geri qaytarılır, kənd təsərrüfatı məqsədli su siyasətləri ilə çöktürülür, tələb edirik. Güney Azərbaycan bölgəsinə ədalətli iqtisadi pay verilsin, öz resurslarını idarə etmək hüququ təmin edilsin, mərkəzçi, fars millətçi iqtisadi siyasət dayandırılsın. 4. Ana dilinə azadlıq və mədəni hüquqların tanınması. Türkçə 100 ildən çoxdur ki, İran dövlətinin sistematik qadağaları altındadır. Ana dilində təhsil haqqının inkarı, BMT konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Tələb edirik. Türkçə ana dilində təhsil dərhal təmin edilsin. Türkçə rəsmi status qazansın. Dil və mədəniyyət fəallarına qarşı repressiyalar dayandırılsın. 5. İranın çox millətli gerçəkliklərini tanıması, ədalətli siyasi sistemə keçid. İran artıq tək millətli, tək mərkəzli asimilyasiyaçı sistemi sürdürəməz. Güney Azərbaycan türkləri və digər millətlər öz siyasi taleyini müəyyən etmə haqqını tələb edir. Tələb edirik. Güney Azərbaycanın milli siyasi statusunun tanınması, mərkəzçi hakimiyyət modelindən imtina edilməsi, millətlərin özünü idarə hüququna əsaslanan demokratik sistem qurulması, beynəlxalq ictimaiyyətə çağırış. Biz tələb edirik. İsveç hökumətindən, Avropa İttifaqından, BMT İnsan Haqları Şurasından, Amnesty International və Human Rights Watch'dan İranın Güney Azərbaycandakı insan haqları pozuntularına qarşı təcili tədbirlər görməyi. Çağrımız siyasi məhbuslara azadlıq, Urmiya Gölünə ədalət, ana dilimizə azadlıq, Güney Azərbaycana ədalət və özgürlük, irqçiliyə və kolonializmə son. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası Qadeş 13 dekabr 2025-ci il Stockholm. Diqqətinizə görə təşəkkür edirəm. Teşekkürler. Şebat mübareze milali takdir. Çok sağ olun Ayla Hanım. Şimdi bizim iştirakçılardan, təşkilatlar məsullarından bir neçə nəfər xəttirədir. Demək olar ki, zamanıdırlar. Şimdi Cəngil bəy çıxışına buyurun. Cəngil bəy. Belə bir gündə milli hökumətimizin 80 illiyində sizlərlə bir arada olmaq və sizlərin burada bəlkə də az bir sayıyla amma çox böyük simvolik məna daşıyan bir hərəkəti təmsil etməmiz, bu mübarizənin 80 il bundan öncə Azərbaycan türkünə qarşı yürüdülən, Azərbaycan insanına qarşı yürüdülən o böyük soyqırımdan sonra bugün Azərbaycan türkünün mübarizəsinin davam etməsi və Azərbaycan türkünün azadlıq həvəsinin, istiqlal həvəsinin, milli haqlarını əldə etmə arzu və niyyətinin bugün
bugün de devam etmesi ve bugün de bu uğurda Fars faşizminin vahiy ittihamlarla en ciddi, en sert təzyiqlərinə məruz qalması çox ciddi məna daşıyır və bu mənalı bizim Azərbaycanın güneyində İran adlanan coğrafiyada Fars faşizminin at oynatdığı və heç cür sərhəd tanımadığı bir dövrdə işgəncədə, zülmüdə, faşizmidə heç bir sərhəd tanımadığı bir məqamda Azərbaycan insanı İran adlanan məkanda yaşayan digər xalqların, digər millətlərin nümayəndələri birlikdə müqavimət göstərərək, birlikdə azadlıq eşqlərini, azadlıq həvəslərini, demokratiya uğrunda mübarizə iradələrini ortaya qoymaları Fars faşizminə bunu başa salmalıdır ki, bu mübarizə Azərbaycan xalqının İran adlanan ölkədə yaşayan digər millətlərin öz hüquqlarını sonuna qədər əldə edəcəyi ana qədər davam edəcəkdir və heç kimsə susmayacaqdır. Nə işgəncələr, nə həbslər, nə zindanlar Azərbaycan xalqının iradəsinə maneçilik törədəcəkdir və biz bunu simvolizə etmək üçün bugün buradayıq. Burada iştirakınız için her birinize ayrıca teşekkürler bildiriyorum. Sağ olun. Sağ olun. Çok sağ olun Çenkçiler. Bağışlayın dostlar, ben bir neçə kəlmə Farsça diyeceğim. Burada bizim Azərbaycanlardan başka milletlerden de burada iştirakçılarımız var. دوستان عزیز خیلی خوش آمدید. تشکر از اینکه در این تظاهرات و یا در این اکسیون حمایت از زندانیان سیاسی به طور کل در ایران و به طور خاص از زندانیان سیاسی آذربایجانی دوستان عرب ما و ملت‌های دیگر هم اینجا تشریف دارن. من همه تو میدانید که در ایران ملت عرب از جزو اون ملت‌هایی هستند که بیشترین هزینه را برای مبارزه و آزادی خودشون دادن، بیشترین اعدام ها را دارن، بیشترین زندانی سیاسی را دارن، خشن‌ترین سرکوب را در حق ملت عرب در ایران روا داشته جمهوری اسلامی. علیرغم داشتن ثروت بیکران در عربستان ایران یکی از فقیرترین منطقه های ایران هست. با اینکه همسایگانشون با ثروت بسیار کمتر در نعمت بسیار بالاتری زندگی میکنن، عربستان ایران در چنبره جمهوری اسلامی در فقر به سر میبرند. آبهاشون خشک، مناطقشون خشک، ملتشون فقیر شده است و مبارزینشون سرکوبه در زندانها به سر میبرند. از جناب آقای دکتر عوده افرابی دعوت میکنم تشریف بیارم برای میکروفون اینجا ما در خدمتتون باشیم. چند کلمه هم از دوستان عربی بشنویم. خیلی ممنونم، تشکر. باز کردید. ما هم در تضامن و همبستگی با برادران آذربایجان جنوبی امروز جمع شدیم تا در 80مین سال اشغال آذربایجان اعلام همبستگی بکنیم، اعلام حمایت بکنیم. ما جز با همبستگی و برنامه ریزی با همه ملت‌های تحت ستم در این جغرافیا نمیتونیم به حقوق اساسی خودمون که آزادی و عدالت و حکومت‌های محلی برسیم. حق شرعی و قانونی همه ماست. به همین مناسبت امروز من در خدمت برادران آذربایجان و بقیه ملت‌ها هستم تا کلمه‌ای در این زمینه برای شما ارائه کنم. با تشکر وقت شما رو میگیرم. حضار محترم، خانم ها آقایان، با سلام و عرض ادب. اولا
قبل از هر چیز امروز در این مکان مقابل جاسوسخانه نظام تروریستی گرد آمده ایم تا به شهیدان راه آزادی و برابری ادای احترام بکنیم. خواهش میکنم اگر ممکنه یک دقیقه سکوت یا سوره فاتحه را بخوانیم بر ارواح شهدایی که در این 100 سال ما در راه آزادی مردم خودمون تقدیم وطنهای خودمون کردیم. از استقامت همچنین از استقامت و صبر خانواده های این عزیزان قدردانی کرده با آنها عهد و پیمان می‌بندیم تا آخرین لحظه در کنار آنها خواهیم بود. خانم ها آقایان، پیشگامان راه آزادی و برابری این نظام مافیایی از زمان به حاکمیت رسیدن همچون سلف خویش خاندان پهلوی به طور سیستماتیک هویت زدایی، غارت اقتصادی، سرکوب سیاسی و تفرقه افکنی را در لوحه سیاست‌های خود قرار داده، باعث افزایش فقر، بیکاری و نابرابری در همه زمینه‌های جنسیتی، مذهبی، ملیتی و اجتماعی و تخریب محیط زیست و فساد اجتماعی و سرکوب آزادی‌ها گردیده. هر گونه خیزش اجتماعی و هر گونه مطالبه‌ای را با گلوله پاسخ داده است. ما امروز در اینجا جمع شده ایم تا در کنار ملت‌های ستمدیده و دوشادوش آنها در سرتاسر ایران صدای بی صداها باشیم و صدای آنها را به گوش جهانیان و مؤسسات بین المللی و حقوق بشری برسانیم. در اینجا می‌خواهیم یک نقطه بسیار مهم و اساسی را یادآوری کنیم. ما به عنوان حرکت نظام و آن این است که مبارزه با این نظام شفاف و خونریز تنها در خارج نیست، بلکه مبارزه هم در خارج و هم در داخل می باشد. و این را بگوییم که سنگینی مبارزه در داخل بوده و مبارزات داخل تعیین کننده هستند، زیرا که دشمن اصلی ملت‌های تحت ستم در داخل است. در هر صورت در 100 سال گذشته پس از اینکه انگلیس به دلیل منافع خود و کشف نفت در الاهواز در سال 1905 به تدریج از حمایت شیخ خزعل دست کشیده، مبارزات خان همراه شده به شیخ خزعل را پس از طریق برای ملاقات و مقامات در تهران فرا خوانده دستگیر می‌کنند. مردم ما در برابر اشغالگران اعتراضات و قیام‌های بسیاری برپا داشتند که نتیجه آن شهدای فراوان و زندانیان و تبعیدی‌های فراوانی داشتیم، به طوری که در این زمینه کتاب‌های زیادی نوشته شده. حتی ذکر خلاصه‌ای از آنها در اینجا میسر نمی‌باشد. همکنون بسیاری از جوانان رشید و غیور ما در زندان‌ها به سر می‌برند و هر آن ممکن است به جوپه اعدام سپرده شوند. در اینجا می‌خواهم قصه حمزه سواری را یادآوری کنم. قصه هست، قصه هم هست که مشتی از خربار مصائب خانواده های ما در الاهواز می باشد. داستان حمزه سواری فقط داستان جوانی در اوج زندگیش در سن 17 سالگی نیست، بلکه بازتابی از رنج بسیاری از جوانان عرب در الاهواز است که فعالیت‌های فرهنگیشون به پرونده‌های امنیتی تبدیل شده، زیر شکنجه از اونها اعتراف گرفته و بدون حق دفاع در بیدادگاه‌های انقلاب به صورت ثوری مطرح شده به زندان به اعدام سپرده شدند. حمزه سواری 20 سال پیش همراه دو برادرش دستگیر، دو برادرش اعدام و او محکوم به حبس ابد می شود. او همکنون در زندان به سر میبرد و اخیراً پدرش به علت درد و رنج فراوان درگذشت. او حتی نتوانست در مراسم فوت پدرش شرکت کند.
داستان حمزه سواری و خیل فراوانی از زندانیان الاهواز در گزارش‌های بین‌المللی حقوق بشری مستند شده. دردها و رنجها بسیار است. تنها در ماه گذشته بیش از 336 نفر از فرزندان بیگناه این ملت‌ها را اعدام کردند بدون اینکه حق دفاع داشته باشند. بنابراین ما ملت‌های تحت ستم و ظلم نظام واپسگرای جنایتکار از بلوچ، ترک و ترکمن گرفته تا عرب و فارس و قشقایی و کرد و گیلک و لر همه بایستی دست در دست هم گذاشته تا رکود این نظام ضد بشری را در هم بپیچیم. ما می توانیم با اتحاد، انسجام و برنامه ریزی دنیای بهتری را برای آیندگان رقم بزنیم. دنیایی که بر اساس آزادی، برابری، دموکراسی و اعلامیه‌های حقوق بشری بنا شده است. ما می توانیم دنیایی بسازیم که در آن از استبداد و استثمار و تحقیر و تبعیض خبری نباشد. ما می توانیم به شرطی که تصمیم به انتخاب کنیم در کنار ستمدیدگان و محرومان در مقابل جنایتکاران واپسگرا قرار بگیریم. من از همه برادران و خواهران که به این خلاصه گوش کردن تشکر میکنم و یادآوری میکنم و میگم که یا شاسین آذربایجان، یا شاسین الحریه لشعب الاحواز العربی، زنده باد همه ملت های تحت سر در جغرافیای ایران. زنده باد آزادی ملل تحت اشغال نظام نامقدس و دولتی موصول به ایران. الان شما با عرض سلام مجدد به کلیه همرزمندگان و همرزمامون فرزندان ملت ترک آذربایجان بزرگ. در واقع وقتی میگیم ملت ترک آذربایجان بزرگ و این خصوصیت های مهمی داره. بنده را به سالهای 57 زمانی که ملل داخل جغرافیای موسوم به ایران بر علیه طاغوت سابق سلطنت طلب یا شاهنشاهی به قول خودشون که این حکومت سابق ایشان مسئول اشغالگری نظامی بر علیه ملت همون شده. یادم هست که اولین پایتخت ملت ها تبریز بود که بر علیه طاغوت شاهنشاهی بلند شد و بعد از آن تهران و الاهواز پایتخت دولت اهواز اشغالی. پس این ملت بزرگ به همراه ملل تحت اشغال دولت موسوم به ایران انشاءالله ملت هامون به پیروزی خود و آزادی خود انشاءالله دست برسند. امروز ما فرزندان ملت عرب احواز همجوش برادران خود و همرزمان خود فرزندان ترک آذربایجان جنوبی و ملل غیر فارس در این تجمع در واقع بزرگ در روبروی مرکز به قول معروف فکر تجسس یا جایگاه تجسس و کشتارها و بدبختی هایی که بر نه فقط ملل غیر فارس بلکه این وسیله‌ای و جایگاهی هست که تروریست دولت اشغالگر را به دنیا توسعه میده. امروز تجمعی که ما در خدمت برادرامون هستیم در واقع هدف اول این که این ملت ها همیشه باید همیار همدیگه باشند، همگوش همدیگه باشند تا با هم بتونیم ظلم، طغیان، اشغالگری و ملت هامون همینطور که جمهوری آذربایجان در 80 سال پیش برای خودش جمهوری داشت یا در الاهواز قبل از 1925
برای خودش دولت و آزادی داشت، اختلاف بین المللی داشت. بریتانیا، روسیه، آلمان و خیلی از کشورهای اون زمان روابط دیپلماتیک با دولت اهواز داشت در عهد شیخ خزعل. همینطور که دکتر عوده فرمودن در سالهای دهه اول قرن گذشته که نفت اکتشاف شد در منطقه شمال دولت اهواز در شهر مسجد سلیمان، قرارداد استخراج نفت تا امروز با شیخ خزعل پایدار هست. پس این ملت ها که با یوغ تانک و هواپیما و مسلسل زیر اشغال رفتن، امروز مسئولیت دنیاست. الان که دارن صداهامون میشنون در یه دهه دو دهه اخیر، مسئولیت آزادی این ملت ها نه فقط گردن خود فرزندان این ملت هست. ما میلیون ها آدم قربانی دادیم، میلیون ها آدم از آذربایجان تا بلوچستان تا اهواز و ترکمن و غیره جهت آزادی ملت هامون برای خاکشون قربانی دادن. پس امروز در واقع جهانم مسئول، جهان، سازمان بین الملل، حقوق بشر، اتحادیه اروپا، جامعه کشورهای عربی مسئول است که دوش به دوش این ملت ها بیستن تا آزادی از طغیان. وقتی ما صحبت از یک نظام اشغالگر و آدم کش صحبت میکنیم، الان دیگه برای هیچ کس مخفی نیست. الان داریم میبینیم از استرالیا تا کانادا تا اروپا و افریقا داره ایران اشغالگره، ایران تروریسمه. تا 2 هفته پیش کشور استرالیا سفارت نامقدس جمهوری اسلامی ایران و سپاه تروریستی را محروم کرده و حتی سفارت ایران بسته. پس درخواست کل فرزندان ملل غیر فارس و خاصتا جمع حاضر این است که دنیا باید با این ملت ها بیسته تا آزادی سرزمین های خودشون، آزادی ملت هاشون و این قربانیانی که میبینید که دارن روزانه کشته میشن، زندانی میشن، اینها مسئولیت فقط ملت ترک نیست، ملت عرب نیست، ملت ترکمن نیست، بلکه الان مسئولیت جهانیه. ما داریم میبینیم در یکی از گوشه های دنیا یه اتفاقی میفته، کل سازمان های بین الملل میره اونجا کمک میکنن. پس چرا کشتارهایی که در جغرافیای موسوم به ایران داره اتفاق میفته هیچ صدایی از این سازمان های بین الملل دیده نمیشه؟ پس مسئولیت امروز همگانیه که ملت هامونو دست به دست بدیم اولا و دنیا دریابر این ملت ها باشه که از اشغالگری و تروریستی نظام اشغالگر معروف به جمهوری اسلامی ایران خلاص بشن. با تشکر از کلیه حضور، تشکر از فرزندان ملت عرب الاحواز و ترک آذربایجان و مهمانان دیگر و من تشکرم از خواهرای بزرگوار آذربایجان و خواهرای احوازی که دوش به دوش برادرانشون در کل میادین حقیقتا مبارزه، حالا چه در سطح مسائل فرهنگی، مسائل حقوقی و حتی در خیابانهای احواز و آذربایجان حاضر هستند. درود بر زنان آزاد ملت عرب، ملت ترک، ملت ترکمن و ملل دیگر. با تشکر از همگی و تشکر از همت که دارم فرصت Mahmut Bey Gülcüm, bizi mahpuslar hakkında bir söz. Bütün siyasi mahpuslara azalttır. Siyasi mahpuslar azad olsun gerek. Tahir Negevi azad olsun gerek. Bakır Hacızade azad olsun gerek. Ayaz Seyfxa azad olsun gerek. Murtaza Parvin azad olsun gerek. Vedud Esedi azad olsun gerek. Kerim Merdane azad olsun gerek.
Muhammed Rıza Fethi azad olsun gerek. Aras Aman azad olsun gerek. Azad olsun gerek. Siyasi mahpuslarımız listi çok olsun. Ona göre ben fəqət adlarını okuyuram dostlar. İbrahim Asımani, Ali Xeyqcu, Yusuf Kari, Behzat Daşti, Abulfaz Rəncibak, Aras Aman, Muhammed Rıza Fethi, Salar Tahir Əfşar, Kerem Merdane, Bakır Hacızadə, Murtaza Pervin, Azim Qədimi tərəfləri, Ali Xeyqcu, İbrahim Asımani, Hüseyin Piri, Aydın Məhəmmədi, Ali Zaferşid, Abbas Lisani, Fatıma Ateşi çok-çokdular. Bütün siyasi məhbuslarımızın azadlığı için burada yığılmışıq. Fas şovinist rejiminin, saxtımanın ve binasını, başını yıkmak için yıkılmışıq. O devlet bizi qəsb edibdi yerimizi, topraklarımızı. O bina Güney Azərbaycana aittir. Yaxın gələcəkdə orada azadlıq sembolumuzu, bayrağımızı asacağız. Değerli dostlar, bu fasit şovinist rejimi yok tak bizim dilimizi, kültürümüzü, varlığımızı, her şeyimizi bile elimizde alıp, eyni halda Urmuş yoluyla topraklarımızı dağıtmaya hedef tutup, 15 milyon insanı didercil etmeye hedef tutup, ne kadar zulmü var, azadlık var, ne kadar siyasi mahpuslar var, mübarize var, azadlık için, birlik için adım atacağız. Azadlık, adalet, milli hükümetlere oturacağız ve nihayet milli devletimizi kuracağız. 21 Ocak gösterdi ki biz devlet kurmuşuz ve bir daha devletimizi kuracağız. Azimi kadimiler, Murtaza Pervinler, Vedud Asadiler, Tahir Nagaviler, bunlar bizim bugün önde giden insanlarımızdır. Bunların açlık aksiyalarının dağıldırmağını talep edilir. Yeter. 46 günden çoktu ki bunlar açlık aksiyasındadılar. Umuram ki bir gün ola ki daha müstakil, azad toprağımızda birliğimizi, 21 Ocağımızı geçirdi. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Yok, onu. Değerli dostlar, hava soğuk olduğuna göre biz mecbur toparlayak bu aksiyanı. Demek olar ki siyasi məhbusların içinde en önemli insanlardan biri de Kerim İsmailzade, Kerim Boksor ki neçə aylar aksiyası elədi zindanda. Çok çətinlik çəkdi. Onu da unutmamalıyıq. O hələ azad olmayıb, şərti azad olubdur. Ona göre de o da çok önemli insanlardan biridir. Şimdi biz tutarırıq, ama ki bir dəqiqəlik Cavanşir bəndisi şeylərsə ondan sonra tutarırıq. Bir de xahiş edirəm, bandurundan yerə sütün ki, gələn dəvrdə istifadə edək. Sağ olun. Teşekkür ediyoruz Qateş tarafından. Qateş'te bütün teşkilatlar tarafından burada bir günlerimiz soğukta zahmet çekip tedbirimizde mahpusların azadlığı için burada taleplerini ifa etmek için minnettarlığımızı bildiriyoruz. Bildiğiniz gibi 80 illiği Azerbaycan Milli Hükümeti 80 illiği münasebetiyle Qateş konferans geçirdi. Ve bu konferansta bir araya gelip bir platformu təqdimatını ileri sürüktü. Platformun əsas məsələsi Güney Azərbaycanda xalqımızı birləşdirib bir məqsədə azadlıq, ədalət, milli hükümətə istiqamətində mübarizəsini yönətməkdən ibarətdir. Değerli soydaşlarımız, siz ve önce qabaqda gedən xalqımızın değerli insanları həmişə Azərbaycan xalqının biz günlərində dəstəkləmisiniz və bu gündə onu nümayiş etdirirsiniz. Azərbaycan xalqının bir acil hədəfi
milli hükümet, milli meclis, milli ordu, milli eğitimin kurmasıdır. Biz bunu sistem altında yaşayan halklara da talep ediyoruz. Yaşasın Azerbaycan, yaşasın birliğimiz. Çok sağ olun. Bağışlayın, gitmeden önce bizi Ruhullah ve Muradi Gaye Teşkilatı'nın başkanı ve Məsul-i Duriye İtilaf Teşkilatı, İtilaf-ı Demokratik Millətlər İran. Qəşqarlar çox böyük bir baskıya məruz qalıblar. Ruhullah ben bir rica edəcəyəm ki, bir neçə sözlə siz deyəsiniz. Bilirəm, həm soğukdur sizə, həm cəmaat üşüyübdür. İstad olmuş olsa bir sözü paylaşasınız. Xahiş edirəm o teşekkür ederim. Tüm dostlardan, kardeşlerden. Bugün burada biz sesimizi bütün milletimize yetişmek için geldik buraya. Havada soğuk tutunca merkez buluşmuştu. Ama bir de yeterli çok kısa ben Kaşkay tarafından, Kaşkay milleti tarafından bu toplantısına iştirak etmişim. Ama bütün Kaşkay milletinin Azerbaycan yanında olduğunu burada sizlere belirtiyorum. Ben demek isterim ki Azerbaycan milletinin yanında Kaşkay her zaman olacaktır. Yani o Türkiye 80 yılından kabul Azerbaycan devletinin teşkil olduğunu Kaşkay'dan desteklemişti. Bugün de bütün Kaşkay milleti Azerbaycan Türk milletinin yanındadır. Bizim ağabeylerimiz, zindanlarımızın azadlığını talep eder. Bizim de Kaşkay'da bildiğiniz gibi birçok zindanımız var. En önemlisi de Behram ve Zilliyan'dır ki 2 ay bundan babak çok rahatlarını destek oldu da 18 il zindana mahkum oldular. Onlar evliler Tehran'da hapis yollarını çekti. O yüzden bütün Azerbaycan zindanlarının tarafından Behram ve Zilliyan'ın azadlığını talep edecek. Umarım ki Kaşkay'ın gelecekte Azerbaycan hükümeti öz geleceklerini, sendiklerini öz elleriyle belirleyecektir. İnşallah. Çok sağ olun. Herkese teşekkür ederim bu gözünüz için ve Allah'a kavuşuyoruz. Yaşasın Kaşkay Türk milleti. Yaşasın Türk milleti. Çok sağ olun, hamılık can güzel bir tavsiyeydi. Umarım ki Güneyde ve İran'da değil, baş milletler bunu intihar göreler, ürəkləneler, bilələr ki bizde var. Buradan hamılıktan bir yerde biz otele gedirik, seminar başlayacak saat 1'de. Çok sağ olun. Ağa bitti daha, mesela bitti bu. Evet,